Sırada qonaq rubrikamızdır və bu dəfəki qonağımız həmkarım olan aparıcı və gözəllər gözəli İlahə Nizami qızıdır. İlahə heç yerdə demədiklərini bizə danışdı. Gəlin izləyək. Salam İlahə. Salam Nail, salam. Eyni adlı verilişin aparıcılarından birisən. O biri aparıcını qısqanmırsan ki? Mən biraz qısqancı insanam əslində. Dostumu da qısqanıram, anamı da qısqanıram, qardaşım, hər kəsi qısqanıram. Yox, Çinarəyə qarşı qısqanclığım yoxdur. Amma belə ümumilikdə çox qısqancı insanam. Daha hansı xüsusiyyətlərin var ki, bugün açıqlamaq istəyirsən o xüsusiyyətləri? Xüsusiyyətlərim, nə bilim Nail, əslində bilmirəm minusdur, plusdur bu. Mən insanlara çox inananam. Necə oldu ki, aparıcı olmaq qərarına gəldin? Mən ayrıldım həyat yoldaşımdan. 2 uşaqla tək qaldım. Yəni tək qaldım deyəndə anam, bacılarım və mən bildim ki, işləməliyəm, işləmək zorundayam. Çünki daim anam, bacılarım baxa bilməzdi evladlarıma. Yerli televiziyalar var idi. Mən Gəncə şəhərində yaşayırdım o zaman. Ora dəvət aldım. O da necə dəvət aldım? Qızım müsabiqənin birində iştirak eləyirdi. Mən də valideyn kimi gəlmişdim. Bir gün aparıcı gəlmədi. Aparıcı ümumiyyətcə dedi ki, mən gəlməyəcəm dayı. Məni evdən icazə vermədilər. Hə, orada dedilər ki, bəs burada kim var, kim bacarır? Yəni, valideynin biri dedi ki, İlahə xanım çox qəşəng danışıq qabiliyyəti var. Bəlkə İlahə xanımı sınayaq. Belə mən bir də baxdım ki, mən aparıcıyam. Sonra tədbirlərə dəvət aldım. Adını çəkmirəm, restoranın birində həm proqram rəhbəri idim, həm aparıcı idim. Eyni zamanda telekanalda da çalışırdım. Belə bir də baxdım ki, mən özüm xəbərim olmadan show biznesdəyəm. Amma ailəm tərəfindən çox böyük təpkilər aldım. Demək, mənə dedilər ki, ayrılmısan, yəni olmaz, adına söz gələr, show biznesə birdən-birə. Biri var, gedirsən, kitabxanada işləyirsən və yaxud hər hansı bir dövlət müəssisəsində birdən-birə gəldin, aparıcı oldun. Çox təpkilər aldım. İlahə, ilk dəfə kimi təqdim eləmisən? Hə, gəlin deyim sizə. İlk dəfə, mən onu ona görə çox istəyirəm. İlk dəfə qonağım, təqdimatını elədiyim insan elə belə insan olmayıb. Elnur Məmmədov olub, bizim müğənni Elnur, dostum. Hətta mən heç telekanalda burada işləmirdim, Gəncədə işləyirdim. İlk verilişimin ilk qonağı Elnur olub. Bayaq dedin ki, ayrılandan sonra. Ümumiyyətlə, səbəb nə idi ayrılığa? Nail, ilk dəfə açıqlayıram bunu. Mən bu haqda danışmağı sevmirəm. Heç bir qadın ocağının sönməsini istəməz. Həqiqətən də. Mən elə bir ailədə böyümüşdüm ki, mən evin ilk qızıydım. Hər şeyin yaxşısını görmüşdüm. Mən qabağımdakı stəkanı çay içirdim, çəkmirdim qırağa. Bunu mənim bacılarım elirdi mənim yerimə. Atam elə qanun qoymuşdu. Evim böyüdü, bir də çox xəstə olmuşam zamanında. Hər dəfə, o böyrü bacılarım niyəsə məndən hər zaman sağlam olub. Atam da bunun əlində rəhbər tuturdu. Deyirdi ki, heç kim, o nə istəyir, o olacaq. Mən gəldim, ailə qurdum. Həyat yoldaşım içki düşkünü idi, içkini çox sevirdi. Və ailədə problemlər yaranırdı. 2 evladım var idi. 10 il mən bacardığım qədər dözdüm. İnanın Allaha, o ailədə böyümüş qız, hansı ki heç bir stəkanı belə deyə çəkməmişdi kənara. Elə bir əziyyətlər çəkdim ki, hətta onu mənim anam bilmirdi. Elə olub ki, mənim uşağımın qızdırması olub, hərarəti qalxıb. Mənim buraxın taksiyə, marşruta pulum olmayıb ki, o xəstəni anamgilə çatdırım. Mən yoldaşımı tapa bilmirdim. Çünki o hardasa içirdi, yatırdı və sair və ilaxır. Mən çox əziyyət çəkdim, Nail. Valla, mən hərdən evladlarım baxıram, artıq böyüdülər. Deyirəm ki, çox şükür böyüdüz, amma bir Allah bilir ki, mən hər gecə yastığım islanırdı, çevirirdim o birisi tərəfinə. Fikirdən ki, mən bunları necə böyüdəcəm, necə olacaq? 10 il mən dözdüm. Sonradan barışmaq ehtimalı olmadı mı ki? Nail, Ümumiyyətlə, ünsiyyətiniz varmı? Yox, ünsiyyətimiz mən Gəncə şəhərindən Bakıya ən çox ona görə gəldim. Mənə telefon gəldi deyə gəlin Bakıda çalışın deyə gəlmədim. Gəlirdi, qırğınlar eləyirdi, davalar eləyirdi, bizi istəyirdi. Anam isə icazə vermədi, yəni istəmədi. Çünki mən orada çox əziyyət çəkdim və anam artıq bezdi, yəni yoruldu. Mən əslində Bakıya gəlişimin də səbəbi oldu. Mən qaçdım oradan. Çünki o insan bizi rahat buraxmırdı. Sonradan ailə də qurmadın. Əslində Nail, uşaqlarım körpə idi. Təkliflər də çox idi, hədsiz çox idi. Çoxu da elə qohum əqrəbə idi. Hansılar ki, bilirdi ki, düzgün ailədə böyümüşəm, həyatımda heç bir səhvlərim olmayıb. Bu Allahın işidir də, ailə qurursan alınmır. Bilmirəm Nail, demirəm ki, istəmədim. Yox, alınmadı. Yəni, elə gəldi ki,
əmmalar tapırdım, əmmalar çıxardırdım, nə bilim, orası, burası bilmirəm. Bir də baxdım ki, daha özüm boyda oğlum var, nə bilim. Nəysə alınmadı əslində, amma durum deyim ki, sırf mən istəmədim, məni istəmədilər, yox, sadəcə alınmadı. Bir sual vermək istəyirəm. Eşitdiyimizə görə qaynana olmağa hazırlaşırsan. Bu xəbər düzdürmü? Hə, düzdür. Artıq qızımın 21 yaşı var. Hə, artıq bugün sabah evimizdən vağzalı səslənəcək inşallah. Hə, düzdür. Biraz çətin gəlir mənə bundan barışmaq. Əslində bir də görürsüz, elə söhbətlər var ki, oğlan evi, qız evi söhbəti. Bunların hamısını mənim anam eləyir. Çünki mən bacarmıram. Yəni mən buna hələ hazır deyiləmmi deyim. Hərdən anam deyir ki, zəng vurmaq lazımdır, orayla bu sözü danışmaq lazımdır. Deyirəm ki, mama sən elə də, mən zəng vura da bilməyəcəm, danışa da bilməyəcəm. Siz necə? Məndə elə belə bir fikir formalaşıb ki, o mənim bacımdır. Və mən anam, siz anam böyüdüb. Bir də mənim evladlarım anama ana sözü deyirlər. Məni adımla çağırırlar.